Bismillahirrahmanirrahim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Sallallahu ve sellem ala nebina Muhammedin ve ala alihi ve sahbihi ecmain. Allahümme allimna ma yenfa'una ve enfa'na bima allamtana. İnneke entel alimul hakim. Amma ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Değerli kardeşler, hoş gördük her birinizi. Allah'tan istəyirəm ki, Allah Teala bu məclislərin hər birisini bizim üçün qiyamət günü xeyir eləsin. Allah Teala xeyrimizi etsin, Allah Teala əleyhimizi etməsin. Sonra değerli kardeşler, Peyğəmbər sallallahu aleyhi ve sellemin bir hədisinə toxunmaq istəyirəm. İbn Ömərdən gəlir hədis, radiyallahu anhuma buyurur ki, biz Peyğəmbər sallallahu aleyhi ve sellemin yanındaydıq. فَجَاءَهُ رَجُلٌ مِنَ الْأَنْصَارِ Ensardan olan bir kişi geldi. فَسَلَّمَ عَلَى النَّبِي sallallahu aleyhi ve sellem ve Peygamber sallallahu aleyhi ve selleme salam verdi. ثُمَّ قَالَ sonra dedi. Ya Resulallah, ey Allah'ın Resulü, eyyül mu'minine efdal. Müminlerin en efsali, en fazilətlisi kimdir? Həqiqətən də hər bir müsəlmana maraqlı olan bir sualdır əslində. Yəni, müminlər hamısı eyni dərəcədədirmi? Yoxsa aralarında fərq var, üstün olanları var, ondan biraz aşağı olanlar var. Yəni, baxın sahabələrə, subhanallah, adamlar gəlib sual verirdilər Muhammed sallallahu aleyhi ve sellemə ki, yəqin ki, bu müminlər fərqlənirlər. Mən onların hansındanam və ya eləyim onların hansı, neyniyim ki, onların hansı daha yaxşıdır, mən onlardan olum. Cənnət əhli kimdir və ya cənnət əhlinin əməli hansıdır, cəhənnəm əhlinin əməli hansıdır? Öyrənirdilər Muhammed sallallahu aleyhi ve sellemdən. Sual verir ki, əyyül mu'mininə əfdal. Hansı mümin daha fəzilətlidir, əfsəldir? Qalə əhsənuhum xuluqan. Muhammed sallallahu aleyhi ve sellem cavab verir ki, müminlərin ən əfsəli əxlaqı ən gözəl olandır. Əxlaqı ən gözəl olandır. Bu nəyə göstərir, dəyərli qardaşlar? Elm əhli buyurur ki, hər bir mömin, hər bir müsəlman istəyirsə əfsəl möminlərdən olsun, müsəlmanlardan olsun, gərək əxlaqını düzətsin. Əxlaqına fikir versin. Peyğəmbər sallallahu aleyhi ve sellem əxlaq barədə bir çox hədislər deyib. İmam Buxari Müslim rivayət elədiyi hədisdə Muhammed sallallahu aleyhi ve sellem buyurur ki, İnnə min xiyarikum əhəsinikum əxlaqən. Sizin ən xeyirliniz və ən xeyirliləriniz əxlaqı ən gözəl olandır. Əxlaqı ən gözəl olandır. Bu hədislər, dəyərli qardaşlar, dəyərli hədislərdir, vallahi. Can atmalıyıq hər birimiz ən xeyirli möminlərdən olmağa. Görürsən, deyir ki, ən xeyirli mömin hansıdır? Əxlaqı ən gözəl olandır. Başqa rivayətdə, İmam Buxari rivayətində Muhammed sallallahu aleyhi ve sellem deyir ki, İnnə min əhəbbikum iləyyə əhsənukum əxlaqən. Sizin mənə ən sevimli olanınız əxlaqı ən gözəl olandır. Əgər sənin əxlaqın gözəldirsə, bu hədis müjdədir ki, Muhammed sallallahu aleyhi ve sellem səni sevir. Və sənə olan sevgisi daha çoxdur. Çünki fikir ver, sizin mənə ən sevimli olanınız əxlaqı ən gözəl olanınızdır. Başqa hədisdə Muhammed sallallahu aleyhi ve sellem İmam Tirmizinin rivayətində buyurur ki, əkməlül mu'mininə imanən. Möminlərin imanda ən kamil olanları. Fikir versiniz qardaşlar, hədislərin ləfslərinə baxın. Əkməlül mu'mininə imanən. Möminlərin imanı hansı daha kamildir? Yəni, hansı müminin imanı daha kamildir? Muhammed sallallahu aleyhi ve sellem deyir ki, əhsənuhum xuluqan. Əxlaqı ən gözəl olandır. Əxlaqı ən gözəl olanın imanı daha kamildir. Və xiyarukum linisəihim xuluqan. Sizin ən xeyirliniz öz həyat yoldaşlarına, öz qadınlarına, həmçə analarına, qızlarına, həyat yoldaşlarına ən xeyirli olanınız və ən əxlaqlı davrananınızdır. Başqa hədisdə İbn Məcənin rivayətində Muhammed sallallahu aleyhi ve sellem deyir ki, İnnə li kulli dinin xuluqan. Hər bir dinin əxlaqı var. Və innə xuluqal İslam
Əl-həyə. İslamın da əxlaqı həyalı olmaq. Həyalı olmaq. Başqa hədisdə Muhammed sallallahu aleyhi ve sellem buyurur ki, İnnə min əkməlil müminə imanən əhsənuhum əxlaqan və əltəfuhum bi əhlihi. İmam Tirmizi rivayət eləyib, həmçə Abu Davud. Muhammed sallallahu aleyhi ve sellem deyir ki, möminlərin imanda ən kamil olanı, əxlaqı ən gözəl olan və ailəsinə ən lütfkar olandır. Ailəsinə ən lütfkar olan, əxlaqı gözəl olan mömin, imanda kamil olan mömindir. Allah Teala hər birimizin imanını kamilləşdirsin, dəyərli qardaşlar. Fikir verirsiniz. Başqa hədislərdə Muhammed sallallahu aleyhi ve sellem qeyd edir ki, La yu'minu əhadukum. Məsələn, imanınız kamil olmaz və iman gətirmiş olmazsınız. La yuhibbu li əxihi mə yuhibbu li nəfsihi. Özündə olanı və özü üçün istədiyini digər qardaşları üçün istəməyəcək. Bəzən görürsən malla, bədənlə, hörmətlə, şanla, şöhrətlə hansısa müsəlman qardaşıva kömək eləyə bilmirsən. O vəsfi imanı kamilləşdirə bilmirsən bu əməllərlə. Amma özünün gözəl əxlaqlı olmaq, gözəl sözlü olmaq, xoş rəftarlı birisi olmaq imanını kamilləşdirir. İnsanlarla gözəl danışmaq. Allah təaladır ki, وَقُولُ لِلنَّاسِ حُسْنًا. İnsanlara gözəl söz deyin. قُلْ لِعِبَادِي يَقُولُ الَّتِي هِيَ أَحْسَنُ. Qullarıma da ki, ən yaxşı olanı danışsınlar. Gözəl danışmaq, gözəl əməl etmək, insanlara yardım etmək, kömək eləmək, onların sıxıntılarını aradan qaldırmaq, həmçinin xeyir danışmaq, şərdən çəkinmək. Bunlar hamısı nə sayılır? Əxlaqdan sayılır. Sonra Peyğəmbər sallallahu aleyhi ve sellemə sual verir ki, sahabə, Fəəyyül müminə əkyəs. Ey Allah Rasulü, yaxşı, bəs möminlərin ən ağıllısı kimdir? Kim deyə bilər, dəyərli qardaşlar? Kimin ağılına nə gəlir? Möminlərin ən ağıllısı kim ola bilər sizcə? Əhsən, Muhammed sallallahu aleyhi ve sellem deyir ki, Əksəruhum lil-mevti zikran. Möminlərin ən ağıllısı ölümü çox xatırlayandır. Ölümü çox xatırlayanlarıdır. Və əhsənuhum, fikir verin, ölümü xatırlayan deyib dayanmadı Muhammed sallallahu aleyhi ve sellem. Buyurdu ki, Əksəruhum lil-mevti zikran və əhsənuhum limə bə'dəhu isti'dadən. Və ölümü çox-çox xatırlayan və ölümdən sonraki həyat üçün daha çox çalışandır, hazırlaşandır. Sahabə gəlir, deyir ki, Allah Rasulü mətə sə'a. Ənəs İbn Məlikə rivayətində qiyamət saatı nə vaxtdır? Muhammed sallallahu aleyhi ve sellem nə deyir ona? Məzə ə'dətə ləhə. Sən o saat üçün nə hazırlamısan? Muhammed sallallahu aleyhi ve sellemin ilk sualı nə olur? O saatı nə inirsən? Qiyamət saatı nə vaxt olacaq? Mədə ə'dətə ləhə. Sən o saat üçün nə hazırlamısan? Nə salih əməllər etmisən? O da deyir ki, ey Allah Rasulü, mən nə çoxlu namaz qılmamışam, nə çoxlu oruç tutmamışam. Salih əməllərim elə də çox deyil. Lakin deyir ki, uhibbullaha və rasuləhu. Mən Allah və Rasulunu sevirəm. Məndə Allah və Rasulunun sevgisi var. Qul, in kuntum tuhibbunallaha fəttəbi'uni. Allah Teala Peyğəmbər sallallahu aleyhi ve sellem edir ki, Əl-İmran surəsində onlara der ki, in kuntum tuhibbunallah. Əgər Allahı sevirlərsə, fəttəbi'uni, qoy onda sənə tabi olsunlar. Yəni, mənə tabi olun, deyir Muhammed sallallahu aleyhi ve sellem. Allah Teala deyir ki, onlara belədir. Yuhbibkumullah və yəğfir ləkum zunubəkum. Siz sevsəz Allahı, Muhammed sallallahu aleyhi ve sellemə tabi olsanız, Allah da sizi sevəcək və günahlarınızı bağışlayacaq. Sahabə deyir ki, çoxlu əməllərim yoxdur. Amma içimdə Allah və Rəsuluna bir sevgi var. Sevirəm Allah və Rəsulunu. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, Əl-mar'u mə'ə mən əhəb. Kişi sevdiyi ilə bir yerdə olacaq. Və ya deyir ki, əntə mə'ə mən əhbəbtə. Sən sevdiyinlə bir yerdə olacaqsan. Ənəs radiyallahu anh deyir ki, vallahi, müsəlman olanda sevindiyimiz qədər heç bir şey sevinməmişdik.
Təsəvvür edir, İslamı qəbul eləyəndə o qədər sevinmişdi ki, ondan başqa heç bir şey üçün sevinməmişdi. Bircə bir dənə bu hadisə oldu ki, çox sevinç gətirdi bizə. Vallahi deyir, şiddətli fərəhləndi, sevindi ki, biz Allah və Rasulunu sevirik. Allah Rasulü sallallahu aleyhi ve sellemlə bir yerdə olacaq. Və sonra deyir ki, Allah şahid olsun ki, mən Abu Bakrı, Öməri və sair sahabələrdən bir neçəsini onları sevirəm və Allahdan ümid edirəm ki, Allah məni onlarla bir yerdə edəcək, onların əməllərini edə bilməsəm də belə. Mümkün deyil, bugün kimsə Abu Bakrın əməllərini eləsin, Ömərin əməllərini eləsin, Osmanın, Əlinin, Ənəsin əməllərini eləsin. 120-yə yaxın evladı var idi. Vallahi, hamısı tövhid əhli idi. Təsəvvür edin, adamın 120-yə yaxın evladı var idi, hamısı tək Allaha ibadət eləyib, ona heç bir şey şərik qoşmayan. Muhammed sallallahu aleyhi ve sellemin ümmətindən tövhid əhli olunanlar idi. Fikir verin, necə sevirlər Allah və Rasulunu. Abu Bakrla, Ömərlə, Osmanla bir yerdə olmaq istəyir. Abu Bakrı söyənlər, Öməri, Osmanı söyənlər, vallahi, qiyamət günü bircə, əgər salih əməlləri varsa, Allah təala onlardan alacaq, verəcək onlara. Ayşə anamıza gəlib deyirlər ki, insanlar Abu Bakrı söyürlər. Görürsünüz nə deyir? Ki, Allah ona xeyir istəyir. Allah ona xeyir istəyir, Allah onun savablarını çoxaldır, tərəsini ağırlaşdırır. Qiyamət günü alacaq, onlardan verəcək Abu Bakra. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, möminlərin ən ağıllısı ölümü çox-çox xatırlayan və ölüm üçün hazırlaşandır. Sonra deyir ki, Ulaikəl əkiyyəs. Ağıllı bulardır. Ağıllı insan, belə insanlardır. Başqa hədisdə Muhammed sallallahu aleyhi ve sellem deyir ki, Əl-mu'minul aqil, dəyərli qardaşlarım, vallahi, dəqiq ləfslərdir Muhammed sallallahu aleyhi ve sellem deyir ki, Əl-mu'minul aqil, ağıllı mömin, mən dənə nəfsəhu və amilə limə bə'dəl mevt, özünü islah eləyir, nəfsini islah eləyir, Allaha itaət və ibadət üzərində tərbiyə eləyir və amilə limə bə'dəl mevti, ölümdən sonraki həyat üçün əməl eləyir. Fikir verin, aciz insan, ağılsız insan, öz havasına, istəyinə, şəhvətlərinə xidmət eləyənidir. Muhammed sallallahu aleyhi ve sellem deyir ki, vəl-aciz mən ətbəə havahu nəfsə və təmənnə aləllahil əmaniyyə. Adam öz xam xəyallarına, nəfsinin istəklərinə tabi olub, xəyallar qurur Allah barədə ki, Allah bağışlayandır, Allah rəhəmlidir. Allah Teala Quran-ı Kərimdə özüdür ki, şeytan sizi Allah rəhəmlidir deyib aldatmasın. وَلَا تَغُرَّنَّكُمُ الْحَيَاةُ الدُّنْيَا وَلَا يَغُرَّنَّكُمْ بِاللّٰهِ الْغَرُورِ. O dünya həyatı, o yalancı şeytan, toğlayan, Allahın rəhməti ilə sizi arxain eləyən şeytan sizi aldatmasın. Vallahi Allahın əzabı da vəzi şiddətlidir deyil. Şiddətlidir deyil. Allah bağışlayandır deyib keçmə. Salih əməllər də elə, salih əməllər hazırla. Allahı zikr elə, cənnəti qazan. Sual verirlər sələfi şeyxlərdən birinə ki, cənnətin mehri nədir? Deyir ki, məhrul cənnə yəsir. Cənnətin mehri çox asandır, çox asan. Sonra izah eləyir. Lisanun zəkir, Allahı zikr eləyən dil və qalbun muxlis və Allah üçün ixlaslı olan qəlb. Bu iki dənə şeylə Allah Teala'dan cənnəti ala bilərsən. Allah Teala bizim hər birimizə cənnəti nəsib etsin, dəyərli qardaşlarım. Allah Teala bizi cənnət əhl etsin. Allah Teala bizi cəhənnəmə bir anda salmasın. Rabbena atina fid dunya hasana və fil axirati hasana və qina azabən nar. Allah Teala bu ayələrdə bildirir ki, bu ayələrdən sonra bildirir ki, insanlardan elələri var ki, Allaha deyirlər ki, ya Rab, bizə nə verəcəksən dünyada ver. Allah Teala deyir ki, axirətdə onların heç bir payı yoxdur. Lakin bizim Allahdan istədiyimiz ayə hansı ki, Rabbena atina fid dunya hasana və fil axirati hasana və qina azabən nar. Ey Rəbbimiz, bizə dünyada da gözəlliklər, xeyir nəsib elə, axirətdə də və bizi cəhənnəm əzabından qoru. Allah Teala bizi də sizə bağışlasın. İstədim ki, nəsə oxuyaq, inşallah faydalanaq. Allah Teala bizi eşidənlərdən və faydalananlardan etsin. Velhamdülillahi Rabbil ələmin.